Necə ki, şirkə don geyindirib. Deyir ki, sən dediyin o vaxt şirk olur ki, insan o vaxt müşrik olur ki, o çağırdığı kimdirsə, indi imam filan da, Allahdan başqası, Allah bilib çağırsın. Mən ki, onu Allah bilib çağırmıram. Allaha nə vaxt şərik qoşulur? Allahla yanaşı ikinci Allah götürəndə. Mən ki, İmam Hüseyni Allah saymıram. Nə vaxt o imamları Allah bilib çağıracam, onda mənə deyərsən ki, şərik qoşdum Allaha. Deməli, qardaş, sən Allah bilmə, yalvar, ağla, dua elə, çağır, ehtiyaclarını istə, hər şey birbaşa özündən istə. Bilmə Allah. Və salam, sən təmiz muvahhidsən. Halbuki bunu müşriklər eləmirdi Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında. Vallahi, biz vasitə ilə yaxınlaşırıq deyirdilər. Biz onlara ona görə üst tuturuq ki, Allaha yaxınlaşdırsınlar. Eyni sənin əməlindir, qardaş. Bütpərəstlər ki vardı, onlar bütə istifaş edirdilər. Onlar Allahı inkar eləmirdi. Dedilər, Allah var. Peyğəmbər dönəmində, Peyğəmbərlər dönəmində olan o bütpərəstlər demirlər, Allah yox. Dedilər, Allah var. Allah var. Dedilər, qiyamət yoxdur. Və Quranı araşdıranda gördüm, 3 mərhələdədirlər bunlar. Adiləri, orta səviyyə, bir də ali savadlıları. Adilər, birinci mərhələ, bütpərəstlər. Bunlar nə deyirdilər? Bunların əlində dəlil nə idi? Dəlil yox idi bunların əlində. Dedilər, inna vəcədnə aba'ana ala ümmə və inna ala asarihim muqtədun. Biz ata babamızda belə görmüşük. Ata babamız belə olub, biz də beləyik. Bunlar birinci təbəqə. Biz ata babalarımızı belə görmüşük. Görmüşük bütə sitayiş edir, biz də bütə sitayiş edəcəyik. İkinci səviyyədə olan bütpərəstlər biraz fərqli bunlardan. Savad baxımdan biraz artıq. Orta səviyyəli. Bunların fikirləri nə idi? Deyirdi ki, əgər biz səhv olsaydı, Allah qarşımıza alardı da. Düz idi, yəni heç Allah deymir bizə. Bəzi zülm əhlinin də fikri bu olaram. Deyir, mən səhv olsaydım, Allah qabağıma alardı. Mən düzdən qutardı. Deymir Allah mənə. Yox. وَلَوْ شَاءَ اللّٰهِ مَا أَشْرَكْنَا. Əgər Allah istəsəydi, biz səhv olsaydı, qabağımıza alardı. Müşrik olmazdıq ki. Bunların dəlilləri budur. Səhv salıblar. Başa düşməyiblər mövzunu. Allah muxtar yaradıb səni. Hələ hər şeyin qabağına Allah alacaq. Üçüncü qrup ali səviyyəli bütpərəstlər idi. Biraz məlumatlı idilər. Savadlı idilər. Ziyalı idilər. Onlar dedilər, Allah, bunlara qulaq asın. Allah sonsuz varlıqdır. Biz onu dərk edə bilmərik. Dərk edə bilmədiyimizə görə, tam dərk edə bilmədiyimizə görə onu ibadət edə bilmərik. Dərk etmədiyimə niyə ibadət eləməliyəm? Çünki tam dərk eləmirəm, ibadət də eləmirəm. Amma bunlar səhv salıblar. İbadət eləmək üçün tam dərk lazım deyil. Vəsf eləmək üçün tam dərk lazım deyil. Elə tanıdığın qədər vəsf eləyib ibadət eləsən kafidir. Müəyyən qədər tanımaq olar ki, Allahın. Bir zatı ki var Allahın, ora getmək mümkün deyil. Ora bağlıdır. Hamımıza aiddir. Dayandı. Amma Allahı müəyyən qədər tanıya bilərik, adları ilə, əsması ilə tanıya bilərik, tanıdığımız qədər vəsf edib ibadət edə bilərik. Bunlar səhv saldır. Neynədilər? Elə buna görə də vasitələri Rəbb elədilər. Allahın yer üzündə olan vasitələri Rəbb kimi təyin elədilər. Bəzi mələkləri, bəzi insanları Rəbb qərar verdilər. Müstəqil. Dedilər, filan mələk idarə edir aləmi. Filan insan idarə edir aləmi. Nəticə etibarən bütün vasitələri Rəbb elədilər, bəzi insanları, mələkləri Rəbb elədilər, nəticə etibarən həmən mələklərə, həmən insanlara ibadət elədilər. Daha sonra nə edilər? Başladılar olan heykəllərini düzəltməyə, bütlərini düzəltməyə. Bunlar ali səviyyəliləri idi. Dəlilləri bu idi. Bütü də ehtiram əlaməti olaraq düzəltdilər. Amma aşağı dərəcədə olanlar ki vardı, lap adiləri ki, ata-babalarına iştibat edənlər idi, onlar da götürdülər, həmən bütlərə sitayiş elədilər. Həmən bütlərə başladılar ibadət eləməyə. Ali səviyyədə olanlar bu cürünə yanaşdılar. Bütü ehtiram əlaməti olaraq düzəltdilər. O birisilər isə adi səviyyədə olan bütpərəstlər həmən bütlərə başladılar ibadət eləməyə. Fikir verdiniz necə yarandı vəziyyət? Sonra nə baş verdi? Həmən bütlərə başladılar sitayiş eləməyə. Və dedilər, bu bütlərlə Allaha yaxınlaşırıq.
Həmən bütlərə ibadət elədilər. Dedilər, bu bütlərlə Allaha yaxınlaşırıq. Ma na'buduhum illa liyuqarribuna ilallah zulfa. Dedilər, biz bu bütlərə ibadət edirik, bu bütlər vasitəsilə Allaha yaxınlaşırıq. Bu ayəni bəzən səhv başa düşüb. Biz bir məsum vasitəsilə, bir ibadətlə Allaha yaxınlaşırıq. Çünki o ibadət bizi yaxınlaşdırır Allaha. Bir məsum bizi Allaha yaxınlaşdıra bilər. Niyə? Çünki Allaha yaxın olandır. Amma biz o məsuma ibadət eləmirik. O məsumu Rəbb qərar verməmişik ki. O məsumu bəndə bilirik, Allahın kamil bəndəsi bilirik. Və bilirik o Allaha yaxındır, əlimizdən tutub Allaha yaxınlaşdıra bilər. Amma bütpərəstlər həmən bütü Rəbb bilib ona ibadət edirlər. Biz nə zamandan bir məsumu büt eləyib ona ibadət eləmişik? Biz demişik Allahın quludur. Əşhədü ənə Muhammədən əbduhu və rəsuluh. Əbdi və rəsuldur. Biz deməmişik ki, o müstəqil bir güclü varlıqdır. Allah kənarda, bu bizim Rəbbimiz. Bunu deyirik bəyəm. Bütpərəstlər həmən bütü şəfaətçi bilirdilər. Haula şüfəauna indəllah. Dedilər, bu büt bizi şəfaət eləyəcək dünya məsələlərində, axirəti qəbul eləmirdilər. Və həmən bütə sitayiş edirdilər. Birinci məsələ, o bütə şəfaət eləmək izni kim verib ki? Bizim birinci iradımız bu. Şəfaət iznin gəlir, Rəbb versin. Desin, filan məsumda şəfaət etmək izni var. Quranda ayə baxın, mənzəlləzi yəşfə'u indəh illa biznih. Allahın izni olmadan kimsə şəfaət eləyə bilərmi? Ayə nə demək istəyir? Yəni şəfaət eləyən mənim iznimdən eləyir. O bütə kimi o icazəni verib. 2. Şəfaət olunandan da Allah razı qalmalıdır. Burada 2 nəfər var. Bir şəfaət eləyən, bir şəfaət olunan. Məsələn, bizim kimi günahkarlar şəfaət olunan, bir də peyğəmbərlər, imamlar şəfaət edənlər. Şəfaət edənə Allah izin verməlidir, həmən peyğəmbərə, həmən imama. Şəfaət olunandan da Allah müəyyən qədər razı qalmalı. La yəşfəuna illa limən irtəza. Quranda ayədir. Deyir ki, Allahın razı olduqlarını şəfaət edəcəklər. Fikir verdiniz ayələrin gözəlliyinə? Gərək Allah razı qalsın bəzi insanlardan ki, Allah onların peyğəmbərləri və imamları onlara şəfaət eləsin. Yəni, heç olmasa tutduğu yoldan, xəttindən razı qalsın. Düz xətt də olsun. İndi səhvləri də var, xətası da var, yanlışlığı da var, nəfsi də var, şeytan aldadır, hərdən yıxılır, hərdən qalxır, ibadət eləyir, günahları da var. Beləsini şəfaət eləyərlər. Çünki Allah bunun yolundan razıdır. Yolundan razıdır. Ona görə deyir, o kəslər şəfaət olunacaq ki, Allah onlardan razıdır. Nədən razıdır? Müəyyən qədər razıdır. Müəyyən qədər nədən razıdır? Yollarından razıdır. Radi'tu lakum el-İslamə dinən. Kimdən də razıdır Allah? Maidə surəsini toxunub. Yaxşı. Ona görə o bütlərə Allah şəfaət eləməyə izin verməyib ki, Allahu əznə ləkum əm ələllahi təftərun. Peyğəmbərlər deyir o bütpərəstlərə, Allah sizə izin verib belə yaşamağa. Məsələn, siz bütün şafiyə kimi, şəfaətçi kimi qərar vermişsiniz. Əm ələllahi təftəru, yoxsa Allaha iftira edirsiniz. Bəli, şəfaət anlayışı var. 2. Allah bütə şəfaət izni verməyib. 3. Allaha yaxınlaşdıran vasitələr var. 4. Bütdə bu qüdrət yoxdur ki, bəndən Allaha yaxınlaşdırsın. Buna diqqətlə qulaq. Hərdən məzhəbə qarşı belə fikirlər qoyurlar ortaya. Bəzi insanlar. Amma diqqətlə qulaq asınız, məsələ əlini tapır. Şəfaət amma nədir? O bir dənə bunu deyim sizə. Şəfaət şəfə kəlməsindən götürüb. Cütlüyə deyilir. Cüt. Vitir təkə, şəf cütə deyilir. Yaxşı. Şəfaətdə ikili anlayışı var. Şəfaət edən, şəfaət olunan 2. Şəfaət edəndə şəfaət izni olmalıdır, şəfaət olunanda da şəfaət olunmağa ləyaqət olmalıdır. Şəfaət edəndə izin, şəfaət olunanda ləyaqət. Bu izin və ləyaqətin vəhdətinə şəfaət deyilir. Şəfaət hamıya aid deyil. Allahla öz arasında bütün ipləri qırana aid deyil. Yolu düz olsun bəşərin, çalışsın, səy göstərsin, inşallah Peyğəmbər, imam əlindən tutub aparar Allaha yaxınlaşdırar. Misal çəkeyim. Adam var, əli var.
ayağı var, səhhəti öz yerində, işləmək istəmir. Rahat yol tapıb. Niyə əziyyət çəkməlidir? Oturub gəlir də, ona bir dənə hədis tapır, atır. Buna bir dənə ayə deyir. Hamına dilim bilir. İman əhli namaz qılan görəndə ona hədis deyir. Filankəsi görəndə qardaşı tənha qoymaz. Nə bilim, filankəsi görəndə bir ziyalı görəndə bir cür danış. Hərən bir cür. Oturub özü üçün əziyyət çəkmir. Niyə işləməlidir? Gül kimi gəlir də. Hə? Bir var belə. Bir də var bir nəfənin əli də var, ayağı da var, zəhmət çəkir, çalışır. Çətinliyə də düşüb. Buna da kömək edirsən. Kömək edəndə görsən o qədər üzündəki həya üzündə bilinir. Birinci ilə ikincinin fərqi var. Birinci oturub yatır, ver gəlsin yeyim. İkinci əziyyət çəkir, çətinlikdədir. Buna kömək edirsən. Şəfaət ikinci mənadadır. Hələ əlimdən gələn 1000 dənə günah eləyim, heç nə səy göstərim, nə çalışım. İnşallah Peyğəmbər mənə şəfaət edəcək. Belə bir şey yoxdur. Yolun düz olsun, xəttin düz olsun, səyin olsun, çalışman olsun. İbadətə tərəf meyillən. İndi hərdən şeytan alırdar, yıxılarsan, durarsan, oradan bir günah, buradan bir günah, amma çalışarsan, tövbə edərsən, burada şəfaət anlayışı meydana gəlir. Təbi Quran məntiqidir. Hamı şəfaət olunmaz ki. Maqnit dəmiri çəkər, daşı çəkməz ki. Buğda günəşin şüası ilə sümbül olur. Amma da nə gəldi bir toxumat oradan sümbül gözdə olmayacaq. Ona görə şəfaət haqqında Quranda 5 dənə ayə var. 5 növ mənim qardaşlarım. O ayələri qısa deyirəm sizə, mövzunu yığıram bir yerə. 5 növ ayə var. Birinci, Quran buyurur, şəfaət yoxdur. Və la yuqbələ minhə şəfaət. Buraya can kesməyin amma, xahiş edirəm. Və la yuqbələ minhə şəfaət. Buyurur, yoxdur. İkinci qrup ayə izah edir, kimlərə yoxdur. Mə lizzaliminə min həmimin və la şəfi'in yuta. Zalimlara şəfaət yoxdur. Birincidə mütləq danışdı, ikincidə açdı. Biz də belə danışırıq da hərdən. Heç kəs gəlməsin, so deyir, filan kəs eybi yoxdur, gəlsin. 2. 3. Allah deyir, həqiqi şafi, müstəqil şafi mənəm. Ma ləkum min dunihi min vəliyyin və la şəfi'a. Şafi mənəm həqiqətdə. Müstəqil mənəm. Şəfaət edən də şəfaəti məndən alır, izni məndən alır, gücü məndən alır, feyzi məndən alır, rəhməti məndən alır, qüdrəti məndən alır. 4. Şəfaət edən kəs Allahın iznin alıb şəfaət edə bilər. Mənzəlləzi yəşfə'u indah illə biiznih. Allah deyir, mən izin verim sən şəfaət edəsən. 5. Şəfaət olunan da gələk, Allah ondan müəyyən qədər razı olsun yolundan, əməllərindən müəyyən qədər. Və la yəşfə'unə illə limən irtəsah. Kimdən ki razı qalsam, onu şəfaət edərlər. Ona görə, mənim qardaşlarım, bacılarım, gördünüz elə bir nəfə bir dənə ayəni götürdü. Bir dənə ayəni götürüb, məsələn, Zümər surəsindəki ayəni ki, görürsünüz, Allah burada deyir ki, مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَ إِلَى اللّٰهِ زُلْفَى. Biz o bütlərə ibadət edirik ki, onlar bizi Allaha yaxınlaşdırsın. Görürsünüz, nə deyirlər? Deməli, Allaha yaxınlaşdıran heç kəs olmamalıdır. Çünki onu büt qarar. Ayə onu demir ki. Ayə deyir ki, bəzi insanlar müstəqil şəkildə bir nəfərə ibadət edir. Deyir, məbudum sənsən. Və onu özü şafi seçir. Bizə deyirik, axı, biz hansısa bir imama, Peyğəmbərə təvəssül edində, onu şəfaətçi kimi istəyəndə onu ibadət eləmirik ki. Deyirik, sən Allaha yaxınsan. Quranda deyir ki, mən izin verdiklərim şəfaət edə bilər. Allah da bunlara izin verməyib, kimə verəcək? Hə? Peyğəmbərə, imamı izin verməsin, kimə verəcək izini? Ona görə Quranın ayələrini, hər ayəni götürüb, gətirib qabağımıza qoyurlar, o saat inanmıyor. Gördünüz, Quran necə danışır, 5 dənə ayələr yığıldı bir yerə, məna çıxdı ortaya. Şəfaət eləmir, yəni ləyaqəti olmayanlara. Şəfaət edir, ləyaqəti olanlara. Bu şəfaət edən kəslər, onlar Allahın izni ilə şəfaət edir.